Dəyərli tamaşaçılar, Qərb Azərbaycan Doğru verilişinin növbəti efir saatında sizləri xoş gördük. Maraqlı bir mövzu ilə keçən görüşlərimizdə sizlə görüşdük. Bu mövzu tətbiqi sənətlə bağlı idi, sanduqələrin mücrülər və nəhayət bunun tarixi arxeologiya ilə tamamlanan və geniş coğrafiyaya əsaslanan elementlərindən danışdıq. Çox hörmətli qonağımız İskəndər Sərdarlı İrəvani danışdı bu barədə. İndi isə bilirsiniz ki, tarixin və tarixşünaslığın məntiqini dəyişən yeni bir hadisə baş veribdir. Cəmsi bir neçə il bundan öncə Türkiyə ərazisində Göbəkli Təpə adlandırılan çox böyük bir arxeoloji qazıntı meydançasında Şumerdən əvvəlki və xeyli əvvəlki mədəniyyət nümunələri tapılıbdır. Yəni, əgər Kramer iddia edirdisə, tarix Şumerdən başlayır. Demək, Göbəkli Təpə nümunələri onun daha da qədim olduğunu sübut edir və çox da maraqlı bir fakt var. Bəlli olur ki, o mədəniyyəti yaradanlar sonradan özləri bilərəkdən o mədəniyyətin üstünü torpaqla örtüblər. Belə bir maraqlı versiya da var. Bizim üçün maraqlı olan nədir? Göbəkli Təpə və Qərbi Azərbaycandakı tarixi mədəni nümunələrin, maddi mədəni nümunələrin bir-biri ilə uzlaşması. Bax, görürsünüzmü? Qərbi Azərbaycan nə qədər qədimdir. Ona görə də yenə də hörmətli qonağımızdan bu barədə danışacaq. İskəndər müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Bax, bütün bu proseslərin üzə çıxarılması üçün biz Azərbaycan prezidentinin siyasətinə borcluyuq. Ondan sonra Azərbaycan prezidentinin Qərbi Azərbaycanın da ədalətin bərpa olunması üçün həyata keçirdiyi fəaliyyətə borcluyuq və eyni zamanda qeyri-ənənəvi üsullarla, məsələn, qeyri-hökumət təşkilatları vasitəsilə bu mövzuların populyarlaşdırılması, ictimai rəyə hopdurulması, araşdırılması. Buyurun, söz sizindir. Deməli, sizin sözünüzə qüvvət olaraq biz əslində bizim hörmətli prezidentin hələ inaugurasiya çıxışı zamanı, yəni bilirsiniz, biz tarixin elə bir dövründə yaşayırıq ki, bizi o zəfərə çatdıran, o nətər deyim, o ruh halının qidalandırdığı məqamlarda biz hər prezidentimizin hər kəlməsi, hər sözü, mesajı bizim üçün çox belə başqa cür yük daşıyır. Bir şərəfli yük, müqəddəs yük. Və o zaman o çıxışında dedi ki, biz həm vətəndaş cəmiyyətinin daha inkişafına, mükəmməlləşməsinə, ondan sonra qeyd elədi, o bizim ailəmiz Türk ailəsidir. Yəni, biz özümüzə əsas iş əldə rəhbər tutduğumuz məqamları deyirəm. Sonra dedi ki, bizim milli mənəvi dəyərlərə söykənən ənənələrimizi yaşatmaq vəzifəmizi bu dönəmdə daha da genişləndirməliyik. Eyni zamanda ailə institutundan danışdı. Yəni, həmin o milli mənəvi dəyərlərə söykənən ailə institutunun təminatı, yəni qorunması. Bu, bizim Göbəkli Təpə məsələsinə mən gəlmək istəyirəm. Yəni, bütün biz təbii ki, sənətkarıq, sənət adamıyıq, mədəniyyət işçisiyik. Amma vətəndaş cəmiyyəti təmsilçisi olanda çiyninə düşən yükün məzmunu biraz da genişlənir. Biri var, sən ruh halından asılı olaraq, təxəyyülündən gələn nələrsə yaradıb ortalığa qoyasan. Bir də var, həmin o bacarıqlarını bir vətəndaş olaraq cəmiyyətə başqa bir platformada çatdırma imkanları açılır və biz bu bariz nümunəsini bu 2 ildir gördüyümüz layihələrdə, yəni elə bil ki, o prezidentimiz yenə də bizim üçün ali başkomandan olaraq, biz də əskər olaraq onun tapşırıqlarını yerinə yetirərkən, həm də o yaradılan şəraitin deməli, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi də bizim prezidentimizin o qarşıya qoyduğu vəzifələrdən irəli gələrək bizə dəstək oldu ki, biz bu layihələri həyata keçirək. Yəni, biz sənətkar olduğumuz vaxtı bizim üçün açılan üfüqlərdən daha geniş üfüqlər açıldı bu vətəndaş cəmiyyəti olaraq. Yəni, bir daha görürsən ki, doğrudan da bizim prezidentimiz deyəndə ki, mən nəyin, nə vaxt, necə eləməyini, biz bax, bunun daddıq artıq, yəni xoş bəhrəsini. O minvalla bizim araşdırmalarımız, bizim layihələrimiz, İstanbuldakı bizim
sərgilərimiz. Yəni hətta orada onun tarixi Göbəkli təbiyə necə gedib çıxmış? Bax bunu orada biz maraqlıdır. Deməli bizim yəni ki övladım Toğrul bəy bütün bu sənədlərə danışdıqlarımızı elmi yanaşma ilə davam elətdirməsi üçün indi mənim yaşım artıq o yaş deyil. O magistratura qəbul oldu Topkapı Universitetinə və onun oradakı təhsil vaxtı, onun həm də ki bu yaradıcılıq məsələlərlə tanış olanda bu universitetin rəhbərliyi bizə xüsusi yanaşma elədilər və onlar Göbəkli Təpə ilə bağlı bizim də dekorativ tətbiqi sənət ustası kimi biz Qərbi Azərbaycan mədəniyyətini bu cür göstəririk. Onlarda maraq yaratdı ki, bəs Göbəkli Təpə üçün nə deyə bilərsiniz, nə edə bilərsiniz? Onda biz bax bu əsəri Zamanlar Vadisi əsərini yaratdıq. Və təbii ki, hər əsəri yaratmaqdan əvvəl biz onun çox ciddi araşdırmalı tarix, arxeologiya, bütün müxtəlif mümkün aspektlərdən araşdırmağa başladıq və o təhlil eləyəndə bütün bu, axı indi o Göbəkli Təpəni öyrənən mütəxəssislər bilmirlər ki, Zəngəzurda o bizim daş abidələrimizdə hansı elementlər var. Doğrudur. Və biz bu zaman o oxşarlığı gördük. Və ondan sonra yəni həm də ki başqa mütəxəssislər də yəni ki Yaponiyadan tutmuş bizim o elmi praktik konfranslarda bizim əlaqələrimiz olur. Müəyyən məsələləri müzakirə eləyirik və onda ortaq bir fikrə gəldik ki, həmin o qayaların üstündəki təsvirlər, Göbəkli Təpədəki o daş mədəniyyəti, o tək daş mədəniyyəti deyil, o çox dərin orada mesajlar var. Və sonradan gələn bu balballar, sonra bu Zəngəzurda olan abidələr bir puzzle kimi, bir xət kimi bir-birini tamamlaya gəlib çıxır bu günümüzə. O sanduqələr falan. Bunlar bizim kökümüzün, mədəniyyətimizin daha dərin olduğunu və daha geniş məzmunlu, həm də dərin məzmunlu olduğunu ortalığa çıxardır. Yəni o Göbəkli Təpədə də eyni motivlər, ana motivi var. Həyata gəlmə, doğuluş motivi var. Yəni yaradanla ayrı-ayrı onun yaratdıqlarının münasibətinin təcəssümü var. Yəni o vaxtı təbii ki İslam dini yox idi, dinlər ümumiyyətlə yaranmamışdı. Amma o bayaq dediyim kimi o törə məsələsi ki var, törə sistemi. Onun kökü də var orada. Və demək eyni etnik kökdən gələn tayfaların Qərb Azərbaycanda yaşaması və eyni zamanda müasir Yunanıstan və Anadoluda yaşaması məsələsində demişdik həftədən əvvəl. O da biz araşdırma... Askların, Belaskların. Pelasklar biz mixi yazılarında öyrənməyə... İndi demək, Pelask nə deməkdir? Birincisi, Göbəkli Təpədə çox maraqlı bir element tapılıbdır. Bunun adı Anna As. As ya da As Anna. As Anna. Və onun heykəli var. As Anna'nın. Biz Asena kimi bunu sonraki tarixi mərhələdə dişi qurdla xarakterizə edirik. Amma yenə obrazın xarakterini dəyişmirik. Ana rolunu oynayır. Amma As Anna isə orada insandır. Demək ki, müəyyən bir sivilizasiyanın müəyyən bir mərhələsində türk xalqları insanı qurda çeviriblər. Bu görünür çox sonrakıdır. Bu Asana dediğimiz Asena, yəni dişi qurd. Asena oradan gəlir. İndi Pelasklar çox maraqlı bir şeydir. Pelask, bəy ask sözündəndir. P deyil, pel deyil, beydir. Pegasus Yunan mifologiyasında var, qanatlı at obrazıdır. Deməli, Pegasus Yunan mifologiyasına görə necə yaranır? Deyir ki, Zevsin oğlu Persey dəniz meduzasından savaşırdı. Onun 7 başını kəsdi. Dəniz meduzası öldü. Onun qanı suya qarışdı və sahilə tərəf gəlib torpağa çıxanda hava və torpaq vurdu. Oradan həmən onun qanından, hava və torpağın qarışığından bir qanatlı at yarandı. Pegasus, Beygaz, yəni uça bilən at hələ təfəkkürü yoxdur, qazdır. Bu da Beygazdır, uça bilir. Pegasus belə yaranır, Beygaz.
Bu tanrıçılığın 4 müqəddəs ünsürüdür. Baxın, qan odu simvolize edir, düzdürmü? Bəli. Od, su dənizdən çıxır. Çünki hava torpaqla qarışanda olur Peqas. Yəni bu Pelaskların, Etruskların, ondan sonra Eti-Erinin və s. bütün bunların hamısının mənə elə gəlir ki, dərin qatları həm də Qərb Azərbaycanla bağlıdır. Necə ki, Pelasklar, yəni Bəy-Asklar ki, Azq sözü bizim etnik adımızdır. Və çox maraqlı bir bu yaxınlarda tapıntı olub, bəlli olur ki, bütün dillər iki səsdən yaranıbdır. Bugün belə çox zəngin səslərlə tələffüz edirik. Bunlardan biri udur, biri sıdır. Uz sözü, uzlar da bizim əcdadımızdır, azlar da bizim əcdadımızdır. Çox maraqlı fikirlər üçün, çox maraqlı bənzətmələr üçün, çox maraqlı tədqiqatlar üçün sizə təşəkkür edirik. Əminəm ki, biz növbəti efir saatlarımızda dəfələrlə görüşəcəyik. İskəndər müəllim, studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirik. Belə, əziz tamaşaçılar, bax, görürsünüzmü? Yəni, tarixi öyrəndikcə, coğrafiyamızı öyrəndikcə, amma indiki inzibati siyasi coğrafiyanı öyrənməklə biz tariximizi öyrənə bilmərik. Geniş mənada etnomədəni coğrafiyamızda ki, əcdadımızın yaratdığı tarixi mirası öyrəndikcə nə qədər böyük bir xalq olduğumuzu və Qərbi Azərbaycan mövzusunun burada o qədər də böyük mövzu olmadığını görəcəyik. Qərbi Azərbaycan dünənin hadisəsi, dünənə qədər biz orada doğulmuşuq, orada böyümüşük. Yəni, amma bir də var, mən elə gəlir ki, bizim əcdadımızın yaratdığı mədəniyyətin miqyası bu yaxınlarda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə çox aydın göründü. Çin səddindən başlayır, Qırğızistan, Tanrı dağları, Tianşan dağlarından Ağdənizdə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti gəlmişdi. Sibirdən başlayır, Qazaxıstanın, Şərqi Sibirdən başlayan ərazisi, haraya qədər Mərkəzi Avropa, Macaristanın prezidenti gəlmişdi. Qazaxıstan, Macaristan, Tunay çayı. Bizim əslində mədəniyyətimizin miqyası budur. Hələ bir qədər İtaliyaya qədər uzatmaq olar, hələ bir qədər Koreyaya qədər uzatmaq olar. Mənə elə gəlir ki, Azərbaycan prezidentinin o Türkologiya qurultayından bağlı irəli sürdüyü təkliflərdə həm də biz dilimizi artıq Türk dili ailəsi, qrupu kimi yox, Fin-Uqor dil ailəsi kimi qoysaq və dilimizin köklərini buradan öyrənsək və bugün elmi baxımdan sübut olunmuş paradigmalar üzərindən izah etsək, Koreyadan Skandinaviyaya qədər Türk dilidir. Fin-Uqor dil ailəsində biz fikirlər sürməmişik. Qərbli alimlər deyirlər ki, sizin dil bir ailədədir, buradadır. Ona görə əlbəttə ki, o böyük gələcəyə doğru gedən yol da məhz Qərb Azərbaycandan keçir. Əziz tamaşaçılar, beləliklə bizim efir saatımız başa çatdı. Sağ olun, növbəti efir saatlarında görüşənədək.